Xoş gördük əziz izləyicilər. Könüllü sən verişi efirdədir. Aparıcı mənəm, Nuray Talıbzadə. Bugün də maraqlı və faydalı bir vaxt keçirəcəyik. Amma əvvəlcə gənclərimiz üçün bir məlumatı paylaşmaq istərdim. Əgər 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə sosial media platformalarımız Asan Könüllüləri, Asan Volunteers, həmçinin portal asanvolunteers.az saytı vasitəsilə müraciət edə bilərsiniz. Bundan əlavə, layihə videolarınızla bağlı təklifləriniz olarsa, onları info@asanvolunteers.az elektron ünvanına göndərməyinizi tövsiyə edirik. Bugün verilişimizin qonağı könüllülük yolundan başlayaraq bugün 3 sayılı Bakı Asan Xidmət Mərkəzinə rəhbərlik edən, gənclərlə işləməyi həyat fəlsəfəsinə çevirən Zaur Əfəndiyevdir. Zaur müəllim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, xoş gördük. Mən də bütün gənclərimizi salamlayıram və dəvət üçün təşəkkür edirəm. Zaur müəllim, sizin də bu uğurunuz könüllülükdən başlayıb. İstərdim könüllüyə başladığınız vaxtdan danışasınız. Necə oldu? Sizi nə motivasiya etdi? Mən könüllü fəaliyyətimə 2013-cü ilin mart ayında başlamışam. O zaman Asan Xidmətin yarandığı dövrə təsadüf edir və mən ilk könüllülərdən olmuşam Asan Xidmət Mərkəzində. Həmin dövr mən könüllülük üçün müraciət edəndə xidmət mərkəzini çox fərqli, çox rəngarəng, çox yeni üslubda xidmət sahəsi kimi gördüm və bu amillər xüsusilə də orada vətəndaşlarımıza kömək etmə imkanlarımızın geniş olması və əməkdaşlarımızın gənc və enerji dolu olması məni ən çox bu sahəyə motivasiya etdi. Dediyiniz kimi könüllü kimi başlamısınız və könüllü kimi başladığınız yolun bir gün sizi rəhbər edəcəyini düşünürdünüz? Düşünürəm ki, bu hallar öncədən planlaşdırılmamalıdır. Çünki gələcəkdə hansı formada karyera irəliləyişinin olacağını heç bir gənc bilə bilməz. Mən sadəcə həmin dövrdə mənə verilən tapşırıqların layiqincə yerinə yetirilməsinə, kollektiv dəyərlərə hörmət edilməsinə və həm çalışdığım qurumun, həm də özümün şəxsi inkişafına daha çox fikir verirdim və düşünürəm ki, bu amillər təbii ki, uğura aparan yoldur. Şəxsi inkişaf üçün nələr etmisiniz və gənclərə nə tövsiyə edərsiniz bununla bağlı? Mən könüllü fəaliyyətimə 26 yaşında başlamışam və həmin fəaliyyətə başladığım dövrdə, artıq könüllü olduğum müddətdə mənim bu quruma rəğbətim artdı və həmin dövrdə mən dövlət qulluğuna hazırlaşmağa başladım və bir neçə aydan sonra dövlət qulluğu imtahanlarından keçib Asan Xidmət Mərkəzinin əməkdaşı oldum. Və əməkdaş olduğum dövrdə, belə desəm, qarşıma çıxan bütün imkanlardan təklif olunan proqramlar, seminarlar, təlimlər maksimum dərəcədə faydalanmağa çalışmışam və gənclərimizə də tövsiyəm ondan ibarətdir ki, qarşılarına çıxan fürsətləri itirməsinlər, maksimum dərəcədə faydalanmağa çalışsınlar. Təbii ki, bu hansı müddətdən sonra olacağı bilinməsə də, müəyyən bir dövr sonra onların qarşısına böyük bir təcrübə kimi qayıdacaq. Təbii ki, bəzən hər birimizin həyatında uğursuzluqlar olur. Bu gənclərə daha çox təsir edə bilir. Siz gənclərə uğursuzluqla qarşılaşanda motivasiyadan düşməmək üçün nə tövsiyə edə bilərsiniz? Mən belə deyim ki, uğursuzluq və xoşagəlməz hallar istənilən sahədə, istənilən şəxsdə ola biləcək hallardır. Bu qaçılmazdır. Mən düşünürəm ki, gənclərimiz belə olan hallarda ilk növbədə səhvi özündə axtarmalıdır. Hansı hallar, hansı addımlar, hansı yanaşmalar onları bu halla üzləşməyə gətirib çıxartmadığını bilmək üçün və eyni zamanda motivasiyalarını yüksək saxlamalıdırlar, ruhdan düşməməlidirlər. Bu amillər təbii ki, gələcəkdə onların buna bənzər və yaxud da bundan daha çətin vəziyyətlərə düşməsinin qarşısını alacaq və onları bir növ daha güclü edəcək. Bəs bugünün gəncləri sizin könüllülük dövrlə müqayisədə daha aktivdir, yoxsa daha seçici? Biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, gənclərimiz üçün istər ölkəmizdə, istər xaricdə kifayət qədər çoxlu
platformalar, seminarlar, təlimlər, proqramlar təklif olunur və düşünürəm ki, indiki gənclərimiz daha öncəki nəslə müqayisədə daha aktivdirlər. Asan xidmətin uğur modelində könüllərin rolunu necə qiymətləndirirsiniz? Asan xidmət modelini könüllərsiz təsəvvür etmək düşünürəm ki, mümkün deyil. Çünki asan xidmət yarandığı gündən bugünkü dövrə kimi könüllərimiz bizimlə olub. İstər xidmət sahəsində, istər digər sahələrdə biz daima könüllərimizin fəaliyyətindən maksimum faydalanırıq. Rəhbər olaraq komandada motivasiyanı qorumaq üçün ən çox nəyə diqqət edirsiniz? Mən kollektivdə ən çox əməkdaşların nizam-intizamının yüksək səviyyədə olmalarına, motivasiyalarının yüksək olmalarına, məsuliyyət dərəcələrinin artım dinamikasına daima fikir verirəm. Çünki heç kimə sir deyil ki, bir kollektiv, bir komanda uğur qazandığı zaman həmin kollektivin bütün əməkdaşlarının motivasiyası yüksək olur. Və uğur qazanmaq üçün də daima işinə məsuliyyətlə, diqqətlə yanaşmaq lazımdır, nizam-intizamı qorumaq lazımdır və təbii ki, kollektiv dəyərlərə də hörmət etmək lazımdır. Sizcə bugünkü gənclər komfort zonanı sevir, yoxsa risk almalı? Mən düşünürəm ki, risk almağı daha çox sevirlər. Çünki zəmanə dəyişdikcə gənclərimiz artıq daha erkən yaşda böyüyürlər və bu da onların sərbəst həyata daha tez addım atmalarına gətirib çıxardır. Təbii ki, sərbəst həyatın da qızıl qaydalarından biri risk almaqdır. Gənclərə bir cümləlik mesaj verməli olsaydınız, bu nə olardı? Bir cümlə ilə mesaj verməli olsam, deyərdim ki, arzularının dalınca yorulmadan qaçsınlar. İndi keçid alaq çox maraqlı bir hissəyə. Sosial mediada ənənəvi olaraq könül sənverişinin qonağı ilə bağlı paylaşım edirik və izləyicilərimiz suallarını ötürürlər. Keçid alıram həmin suallardan bir neçəsinə. Bir gəncimiz belə soruşur: gələcəkdə sizin kimi rəhbər vəzifədə olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Mənim tövsiyəm ondan ibarət olardı ki, seçdikləri sahədən asılı olmayaraq öz işlərinə hörmətlə yanaşsınlar, öz işlərini sevsinlər, öz işlərindən zövq almağa çalışsınlar və təbii ki, öz işinin peşəkarı olmağa çalışsınlar, peşəkarı olsunlar, öz işlərində fərqlənsinlər. Digər izləyicimizin sualı belədir: könüllü olmaq iş fəaliyyətimizə necə təsir edə bilər? Mən bir könüllü olmuş şəxs kimi tam səmimi deyə bilərəm ki, çox müsbət təsir edəcək. Çünki könüllü fəaliyyəti düşünürəm ki, karyeranın ilk addımlarıdır və könüllü olan zaman artıq gənclərimiz bir çox istiqamət üzrə təcrübə əldə etmiş olurlar və onların iş həyatına başlamaları və irəliləmələri üçün bu onlara böyük bir dəstək olacaq. Bəli, mən də könüllü olmuşam. Sizin kimi düşünürəm. Çox faydaları var könüllüyün. Digər sual isə belədir: asan könüllərin ən böyük üstünlüyü nədir? Asan könüllüsü olmaqdır. Çünki bildiyimiz kimi ölkəmizdə könüllü hərəkatı asan könüllüləri ilə başlayıb və hal-hazırda səhv etmirəmsə 45 mindən çox asan könüllüsü mövcuddur və bu məncə onların ən böyük üstünlüyüdür. Bəli. Təşəkkür edirik Zaur müəllim, dəyərli fikirlərinizə və səmimi söhbətinizə görə. Mənim üçün də çox faydalı bir görüş oldu. Mən də sizə təşəkkür edirəm. Məncə də çox maraqlı və məhsuldar görüş oldu. Beləliklə, bugün könüllükdən başlayan yolun böyük uğurlara necə çevrilə bildiyinin bir daha şahidi olduq. 3 sayılı Bakı Asan Xidmət Mərkəzinin direktoru Zaur Əfəndiyevin simasında. Qonağımızla birlikdə həm şəxsi inkişafdan, həm liderlikdən, həm də gənclərin cəmiyyətə qatdığı dəyərdən danışdıq. Bəzən böyük dəyişikliklər kiçik bir addımla könüllü olmaqla başlayır. Könüllü səndə növbəti görüşlərədək.